oxudu. Fatimə nəyi oxudu? Feilə sual verək. Artıq biz bilirik ki, burada o feil nədir? Təsirli feildir. Fatimətu xüsusi ismi əl artiklı götürməz və bu Fatimətu da iki hallı isimlər qrupuna aiddir. Sonra 6-cı cümlə. Zəral muallimut tulləbə fissəkəni müəllim tələbələri qaldıqları yerdə ziyarət etdi. Baxaq burada. Zəra ziyarət etdi. Kim ziyarət edib? Müəllim. Müəllimin cinsi nədir? Kişi cinsi. Demək, zəra feili demək, üçüncü şəxsdədir. Kişi cinsindədir. Əgər müallimətu olsaydı burada, qadın olsaydı, onda feil veriləcəkdi. Zərat şəklində veriləcəkdi. Demək, burada zəra demək, burada cümlənin xəbəridir. Zəra xəbər. Əl-muallimu mübtədadır. Ət-tulləbu vasitəsiz tamamlıq. Fissəkəni isə zərflikdir. Özdə yer zərfliyidir. Beləliklə, xəbər, əl-muallimu mübtəda müəyyənlikdə verilib adlı haldadır. Ət-tulləbə vasitəsiz tamamlıqdır. Fi önqoşma, əs-səkəni isə nədir? Yəlik halında olan isimdir. Buna ərəb dilində car və məcrur da deyirlər. 7-ci. Kətəbtu dərsə. Dərsi yazdım. İndi bu cümləni təhlil eləyək. Kətəbtu burada